Avtotamir live verilişinin izləyiciləri hər birinizi salamlayırıq. Hər vaxtınız xeyirli olsun. Bugün kimlər yanımızdadır? Mən onları sizə təqdim etmək istəyirəm heç vaxt itirmədən. Çünki BMW və Hyundai üzərinə söhbətlərimizi aparacağıq ki, hal-hazırda elə mənim solumda Murad dostumuz buradadır. Hyundai Klub Azərbaycan adminidir. Murad, xoş gəlmişsən. Salamlayıram səni. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız Buradan canlı efirimizi izləyən izləyicilərə də salamlayırıq. Bu günləri Hyundai ilə BMW-nin gözəl bir 2 saatlıq efiri keçəcək burada. Yenə də Hyundai-nin üstünlüklərindən bəhs edəcəyik bu günləri. BMW-nin yanında Hyundai-nin üstünlüyü. Və dəyərli dostlar, Bimmer klubun üzvü, ustası sırf BMW-yə baxır adam, başqa avtomobilə baxmır. BMW-nin elektrikçiləri və diaqnostika işlərini görür ki, Vüsal ustamız buradadır. Vüsal usta, xoş gəlmisiniz. Həmişə xoş gününüzə gələk. İzləyiciləri buradan salamlayıram. Yeni layihənizdə xeyirli uğurlu olsun. Sağ ol, çox sağ ol. Sağ olun ki, dəvət etmişsiniz. Belə deyək də, ilk ustalarından biriyəm. Xoş gəlmişsən. Çox sağ olun. BMW üzərinə istənilən sualı verə bilərsiniz. Hansı mühərrikin alaq, BMW-də problem var, nə edə bilərik, bunun həlli yolu nədir? BMW-dən başqa avtomobilə baxmır. Murad dostumuz isə Hyundai və əmisi oğlu Kia-da. Yəni Hyundai və Kia üzərinə suallarınızı cavablandırmağa hazırıq ki, hər ikisi ilə bağlı danışacağıq. Amma bir məsələ vardı, elə əvvəldən belə başlasaq, BMW, Hyundai düzdür bir-birlərindən indi rəqib deyil. Bəlkə də indi izləyənlər deyəcək ki, bu yanlış müqayisədir. BMW hara, Hyundai hara və yaxud da Hyundai hara, BMW hara. Hər avtomobili sevən var, amma belə müqayisə eləsək biz hansını alaq, hansını sürək, hansını alaq deyəndə ki, bunu belə deyək də, xalq artıq seçimini eləyib. Xalq seçimini eləyib. Bu günləri çünki Azərbaycana gələn reallıqdan danışaq. Bu gün Azərbaycana gələn belə deyək, bu xaricdən gələn avtomobilləri daşıyan böyük bu tırların üzərində də baxanda görürük ki, ölkəyə girən ən çox maşınlar bu gün azı reallıq. Çin avtomobilləri və Hyundai Kia-dır. Ondan sonra Toyota'dır və az miqdarda yeni BMW-lərdir. Artıq F10-lara da yəni il məhdudiyyətinə görə gətirilməsi qadağan olunub və yalnız qalır orada yeni BMW-lər X5-lər, 23, 21 və X7-lər. Amma üstünlük olaraq bu günləri çox təəssüf ki, Çindir və ikinci yerdə Hyundai Kia-dır. Hyundai Kia çox gəldiyinə görə deyirsən ki, elə xalq seçib də yəni. Seçimini eləyib. Burada xalqın gözü tərəzidir, öz cibinə uyğun hərəkət eləyir. İkinci məqam odur ki, məsəl üçün bugün BMW-ni aldın, sabah onun baxımlarını eləmək mi var, ona necə baxacaq, ikinci sual odur. Amma bugün Hyundai alan sürücü fikirləşmir, mən sabah bunu görəsən hansı yöndə əziyyət çəkəcəm. Yəni o suallarla qarşılaşmayacaq. Çünki yəni sözümü yox, orada hazırdır. Reallıq var da. Çünki usta baxımından da məsəl üçün indi Vüsal usta bizim tanıdığımız məşhur ustalardandır, savadlı ustalardandır. Amma elə ustalar da var ki, BMW-də çox adamın başını ağrıdıblar. Bu günləri BMW sürücülərindən soruşsaq ki, filan yeri xarabdır, deyəcək mən özüm açıb da düzəldə bilərəm və yaxud çoxsu maşın xarab olur, ondan xəbəri də var ki, artıq harası xarabdır. Çünki bu Hyundai-ın üstünlüyüdür əslində. Hyundai-ın üstünlüyüdür necə? Hyundai sürənlərin amma çoxsu gəlir ki, maşınımda bir dənə bu səs var. Tapa bilərsiniz nədir və yaxud filan yerdən filan səs gəlir, nədən olar. Amma BMW sürücüləri mənim ətrafımda olan dost tanışlarımdan da görürəm ki, BMW sürücüləri çoxsu artıq özləri ustalaşıblar, 50-50 usta olublar. Yəni şifahi, o qədər problem yaşayıblar. Bu 39 ilə 36-nın üzərindən gələn bir təcrübədir. Yeni BMW-lərə aid eləmirəm. Bu köhnə 36-39-larda mənim dostlarım da var idi ki, onlar hamısı nə deyirdi ki, mən özüm burasını açıb düzəldirəm, orasını açıb düzəldirəm. Bu bir ikincisi Volkswagen sürənlərə aiddir. Bir VAG sürənlər, bir BMW sürənlərdir. VAG-ın hamısını aid eləmirəm də. Çünki VAG-da məsəl üçün Porsche-ni sürən, Audi-ni sürən özü açıb düzəltmir də. Bu aparır ustaya. Çünki o pulu verə bilən adam ustaya da apara bilir. Amma B5-i, B6-nı alan adam yəni 7 min, 6 min, 8 min, 10 min cibinə uyğun hərə bir avtomobil alır. Ustaya getməyə də vaxtı olmayanda, ya imkan olmayanda açır özü düzəldir. Yəni bu reallıqdır. Amma indi maarifləndirəcək Vüsal usta bu günləri sağ olsun. Yəni bilmədikləri tərəflərində Vüsal usta bu günləri qeyd edir.
Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Ümumiyyətcə, Hyundai ilə BMW-ni müqayisə etmək kökündən yanlış bir şeydir. Həm də izləyicilərə hörmətsizlikdir deyərdim. Müqayisə eləmək olmaz. Usta gözü ilə mən deyirəm bu sözləri. Bu belə. Sonra bayaq ki, qəbahət deyil. Nəyə deyirəm qəbahət deyil? Yəni, hər bir sürücü öz maşınını düzəldə də bilər, təmir də edə bilər. Ondan nə gözəl, ondan yaxşı bir şey var. Yəni, o qəbahət niyə sayırsın? Yox, qəbahət kimi demirik ki. Bu günləri mən Hyundai ilə BMW-ni müqayisə etməyəcəm. Bunu etməyəcəm. BMW haqqında danışacağam. Çünki mənə də... Özünə ayıb bilirsən də onu. Bəli, ayıb bilirəm. Ayıbdır, əlbəttə ki, ayıbdır. Bir də siz mənə zəng vuranda demişdiniz ki, BMW haqqında danışacaqsınız. Siz mənə deməmişdiniz Hyundai barəsində. Yoxsa gəlməzdim. Gəlməzdim. Yoxsa gəlməzdim. Amma hörmət əlamət olaraq da gedmirəm, otururam verilişdə sizə görə. Oturaq, gəl müqayisə eləməyək əslində. Müqayisə etmək olmaz. Yəni, heç yaxın gəlmir də Hyundai BMW-yə. Heç bir yaxın gəlmir. Heç bir yaxın gəlmir. Mən sizə dəfələrlə hər bir demişəm ki, Mercedes-ə haradasa müqayisə etmək olar. Range Rover-də, Porsche-də haradasa müəyyən qədər etmək olar. Hyundai belə deyək də, Jobut da çıxsa deyəcəm, eşşəklə atı müqayisə etmək olar, yoxsa yox? Eşşək də bizə lazımdır, İvandır da. Yəni, Jobut da olsa mən başa düşürəm. Xalqımızın əlindən çox tutub o vaxtlar, eşşəklər də bizim. Hyundai-ın ümumiyyətcə, mən usta gözü ilə baxıram. Hyundai-ın amortizator sistemidir. Bir maşının ki, təzə zavoddan çıxır, Mercedes yığılır. Amortizator sisteminə Mercedes yığılır. Yəni, bir çoxuna. Ustalar onu elə dəyişirlər yəni. Dəyişirlər. Yəni, əgər zavoddan belə çıxır. Yox, əslində PDF eləmək də düzgündür. Döngəyə manevr qaydası manevri çox zəifdir. Döngəyə girəndə, qabağa girəndə deyirsən, ay Allah, bir də arxası da girsin. Doyulursan ki, bir də arxası da girsin, salma çıxıb. Yəni, surətdə girmək olmur. Tormuz sistemidir, yəni sıfıra, belə deyək də sıfıra bərabər deməzdim, yəni çox pis vəziyyətdədir. Maşın kimi, indi yenə deyəcəm, təhqir olmasın və göbut çıxmasın. Mən onu uşaq oyuncağına bənzədirəm. Bir də keçmişdə haradasa, belə deyək, o vaxtlar 90-cı illərdə, məsələn 2000-lərdə, məsələn ayağı yerdən götürsün deyini almaq olardı o maşını, yəni maşın kimi demək. Amma bu Çin maşınları çıxandan düşünürəm ki, Hyundai-ın heç yeri qalmır. Heç yeri də qalmayıb və tez bir zamanda zavodu da bağlayacaq. Çünki heç bir məntiqlə o maşını saxlamağın yeri yoxdur. Salsın, marağın artmağı nədir? Hyundai-ya cəmaatın marağın artmağın səbəbi nədir? Hyundai mən yenə deyirəm, ayağımı yerdən götürsün deyini bu formada maşın üçün baxır. Ayağını yerdən götürsün, çip maşın da var. Əvvəllər idi, amma mən... Hal-hazırda BMW marağın ölməyin səbəbi nədir? BMW-də hər şey var, rahatlıq var. Yox, mən başqa sual verirəm. Mən ümumiyyətlə deyirəm, niyə ölüb maraq? Mən özümə də maraq olur. Yox, o sizə elə gəlir maraq olub. Siz hardan bilirsiniz ki? Yox da, şəhərdə azalır da, BMW məsəl üçün azalır. BMW artıq az gəlir Azərbaycana. Bildiyim az gəlir, onu hardan, onu mən sübut edə bilərsiniz. Hardan götürmüsünüz o məlumatı? Reallıqdır da, şəhərdə bu dəqiqə məsəl üçün şəhərdə Hyundai sahibi BMW-dən. Yox, maşın axtaran məlumatı necə götürə bilər? Maşın axtaran adam məsəl üçün hamıya sual verirlər də, nə gətirək, nə edək. Bugün ən çox verilən suallardan biri odur ki, Çin avtomobillərindən hansını alaq?
və alıb məsəl üçün peşman olan varmı, hansı markanı, hansı modeli. Amma məsəl üçün mənə çox sual gəlirdi Hyundai Kia ilə bağlı. Hansını gətirir? Amma ətrafımda da açığı heç BMW ilə bağlı məsəl üçün bir dənə dostum var, gəncisidir. O da Azərbaycanda yəni gəlir 1-2 ay burada olur. Bir dənə onun marağı var ki, bəlkə də izləyəcək indi bizi. Təskin qardaşım, o bir dənə X7 almaq istəyirdi. O da fikri dəyişib artıq Range Roverə. Yəni o da X7-ni almaq istəmir ki, onu saxlaya bilməyəcəm. Yəni şükür Allah'a maaşı yaxşıdır, özünə qismət. Amma o belə X7-ni saxlamalı. O da yəni düşünür ki, X7-nin sonra baxımlarını eləyə biləcəmmi? Bəlkə də cəmaatın gəlirləri azalıb. Yəni ikinci məsələ Hyundai ilə BMW-nin müqayisə olunmağında deyə bilərəm ki, qiymət məsələsini o qədər böyüdür ki, onları müqayisə eləmək də düzgün deyil. Burada elə bir izləyici yazır ki, bahadır BMW, ona görə azdır. Yəni ona görə müqayisə eləmək düzgün deyil. Çünki BMW-nin sedanının ən belə deyək, aşağısını deyək ki, 300 aldın 100-110 minə, Hyundai-ın ən ucuzu neçədir? 28-30 min. Yəni bu da yaxşı maşın anlamına gəlir də, keyfiyyətli maşın. Xərclənən pula görə maşına təbii ki, təchiz olunur da. Bunun amortisiya sistemi də olsun, digər bir şey, dərisi olsun. BMW-ni alan 100 mini verirsə, təbii ki, ondan o pavorota girəndə arxasına qabağın bir yerdə girməyini də istəyəcək. Bəli. Mən müqayisə eləmirəm. Yəni Hyundai da çalışsın o formada yaratsın da. Yəni Hyundai-ın da qiyməti ucuzdur. Hyundai-ın da o sinifi var. Məsəl üçün Hyundai-ın bahaları hansıdır? 100 minlik, 110 minlik. Oradan maraqlıdır mənə. Yox, mən şəxsən özüm təzə Santa Fe bidi yaxşı olsaydı, təzə belə bir şey var Hyundai-ın. Hyundai bahalısı yəni. Hansı Hyundai sürmüsən? Hansı Hyundai sürmüsən? Bax Hyundai Sonata sürmüşəm. Özündə olub Hyundai? Yox, özümdə olmayıb çünki yəni başqasının maşını ehtiyatdan sürürsən. Yox, ehtiyatdan sürməmişəm. Belə deyək də, mənim yaxınlarımda olub. Mən də BMW-ni başqalarının BMW-sini ehtiyatdan sürmüşəm. Yox, necə olub da məsələn, belə deyək, 2 aylıq maşınım təmirə gedib, təmirdə olub deyəni, yaxınlarım olub veriblər 2 ay sürmüşəm Hyundai. Sonata sürmüşəm. Yəni yadıma düşdü də deyəcəm bir köməkvə çatıb da görsən niyə narazılıqsan? Bax bir dənə Volkswagen belə deyək də, bir də məni bir böyük problemə salacaq idi. Həqiqətən olan bir şeydir. Bu bir neçə ilin söhbətidir. Mən öyrəşmişəm BMW-də, tormuz sisteminə. Körpünün üstüdür gəlirəm, maşınlar da sıxdır qabaqdadır. Özüm də vərdiş vermişəm ki, tormuzu verəcəm belə, yavaş-yavaş sürəti yığacam, dayanacam. Gəldim belə necə sürəti yığmaq istəyirəm, gördüm maşın dayanmır. Yalnız Nano Fire Borex balonları istənilən növ yanğını 2 saniyə ərzində söndürür və 3 il dəyişdirilmədən tam zəmanət verir. Yalnız Nano Fire Borex balonları 900 Selsi temperaturunda istənilən növ maddəni və əşyanı 30 Selsi dərəcəyə qədər soyudur və təkrar yanmasının qarşısını alır. Nano Fire Technologies. Seçiminizi edin ki, biz yanınızda olaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Bir tər torm verdim, dedim ay Allah deyə. Elə tormuzu verdim, gördüm maşının arxası bir sənədə oynadı. Sağa, sola bir tər yığışdırdım, maşını saxladı. Ondan sonra mən dayandı mı? Elə maşın var amma dayanmır. Dayandı. Yaxşı ki, belə deyək də Allah saxladı məni. Biraz da məsafəm uzun idi. Bax ona görə. Deməli bir məsələ var. Buradan izləyicilər də izləyirlər hal-hazırda bizi və Çin avtomobili almaq istəyən şəxslər də çoxdur və məndə məlumat var. Yığışın gəl Muradın üstünə, Çin avtomobili al. İstəyirəm Murad bir məlumat versin bizə. Yeni avtomobil alıb 0 Changan hansı modeli? Unize. 2025 0. Bəli. Və bir Hyundai klubun admini olaraq Changan avtomobili alıb. Bu məsələnin bir tərəfi. İkinci tərəfi Changanla bağlı fikirlərim maraqlıdır. Burada məqsədimiz hansısa marka modeli
aşağılamaq deyil, türklər demişkən, yəni Yox, məqsədimiz yaşadığını deyirsən. məqsədimiz odur. Təcrübəyə uyğun. Bəli. İndi Salstan Hyundai-dan təcrübəsini bölüşdüsə, 0 avtomobili aldım. Yəni almaq niyyətim başqa idi. Yəni əslində ticarət idi. Ki ucuz vaxtda alaq, qiymətlər qalxanda satarıq. Bəli. Və həmin müddətdə dedim bu çanqanı bir test eləyim, yoxlayım görüm nə göstərir. Aha. Və ümumiyyətlə alana da, aldığıma da, alanların yerinə də peşman oldum. Niyə? Yəni ümumən maşın, indi misal usta üçün BMW-dən sonra Hyundai necə oyuncaq gəlirsə, Çanqan ümumən maşın sürən illərlə təcrübəsi olan sürücülər üçün çox oyuncaq gəlir. Yəni bu dənizkənarı parkda sürdüyümüz oyuncaq maşınların ikincisidir. Yəni belə deyək, o qədər bayaq dediyimiz səhər maşınla gedirəm, maşından bir dırıltı gəlir, bir səs gəlir. Özüm hələ tuta bilmirəm ki, o səs hardan gəlir, amma sıfır maşını. Bilirsən ki, hardasa boşluq var. Nəsə açıqlıq var o səsin gəlməsi. Bugün onu müşahidə eləmirsən. Yəni biraz adi belə silkələndən yerə düşdüm. Aha. Külək bir yandan gəlir, külək içərdə. O gün bir yerdə bizim Ziya Bünyadov prospektində bir dəfə əyləcə bastım. Maşın dalı başqa yerə getdi, qabağı başqa yerə getdi. Yəni çox böyük bir tormozlama da deyildi. Yəni yüngül idi. Ümumən qiyməti nədir? Qiymətini deyə bilərsən. Çanqan qiyməti hal-hazırda 36-37 mindir. Mən alanda biraz aşağı aldım, amma indi artıq 36-37 mindir. Aha. Dərisinə paltarın rəngi çıxır, məsəl üçün getmir. Qapısının üzünə cızıq düşür, özü əl dəyməmiş getmir. Maşının özünü işə salmaq üçün yerində. İndi bilmirəm, bəlkə başqa bir funksiyaları varmı? Yəni mən bildiyim odur. Ekrana bir 100 dəfə barmağınla vurursan, orada gəlir ki, maşını işə sal. Yəni maşın yerində işə düşmür. Onun maşının işə düşən versiyaları da var. Məsəl üçün 205-də zətdə düşür. Bunda amma düşmür. Yəni mən onu tapmaq üçün elə bir sehirbaz kimi axtarmışam ki, maşın necə yerində səhər-səhər işə salım ki, motor qızsın ki, yola gedəndə bu motor birdən boş motor yağlanmağa başlamasın. Yəni ümumən maşın narahatdırmı? Narahatdır. Bagaj açılır, gedir, çıxır 3 metr yuxarı. Yuxarıda bir şey olsa dayanmır, gedir, dəyir ora. Mən belə müqayisə edərdim. Biz ustalıq sənətinə başlayanda ilk işimiz var da, gördüyümüz işlərin sərgəsi var. Sonra işi görəndə onun keyfiyyəti var da. Belə deyək, bir sürü də ona bənzədirəm. Çinlər də təzə başlayıblar. Təzə deyəndə köhnə maşın, amma əslində 2012-dən Çanqan Azərbaycanda var. Təcrübəsizlər. Təcrübəsizlər. Biz necə ki illər ərzində işləyirik, ustalar, sonra təcrübə gəlir. Yox, orada belə deməkdir, sosdur ki, neçə ildir onlar var, artıq varlar. Yəni Çanqan elə Azərbaycanda olduğu var, o keyfiyyət 2010-11-12-dən Azərbaycanda Çanqan var. Yox, bilmirəm, əvvəllər vəbşə keyfiyyətsiz idi. Yəni bunlar amma dünyaya hər bir istənilən bir şey istehsal edən ölkə bu günə kimi gəlib o inkişafa çata bilmədimi ki? Amma belə deyək də, almanlardır, yaponlardır, onların 100 illik təcrübəsi var maşında. Bu 100 illik təcrübədir, amma tək Çanqanın ucuz aşağı segmentindən danışmayaq, bahalı segmentini alan dostlarımız da var ki, onlar belə narazıdır. Narazılıq eləyir. Narazılıq. Başqa marka Çanqandan söhbət getmir. Var, sizdə dediğiniz problemlər var. Çinin digər markalarını alan dostlarımız da var. Amma yenə də digər maşınlara mən nisbətdə deyərdim ki, o qiymətdə. Mən düşünürüm ki, Çanqan daha yaxşıdır. Onların içində ola bilər. Bəli, məsələn, mən Hyundai-dı, Opel-dən götürəndə, nəzərə götürəndə də. Çanqan alaq, Hyundai almayaq, yəni. Yox, Çanqan alaq, bəli. Hyundai almayaq. Yox, bu günləri belə götürək. Biz niyə? Mənə görə ən onların bir zəif detallarıdır. Bir də yolda özün tutmaq qabiliyyəti var da. Özün aparmaq, yolu tutmaq biraz zəifdir onda. Biraz oynayır, qaçır, biraz yolu tutmağı. Bir o problem var. Bir də xırda-xırda o problemləri var. Amma Opel-dədir, Hyundai-dadır, ona nisbətdə həm qiymətləri də bahadır, həm də ona nisbətdə problemləri də çoxdur. 5 il fərqləri var. Bax, bu günləri 40 min gedib Yunizəyə verən adam, 40 minə gedib, məsəl üçün 2019-2020 Santa Fe-sini alırlar. Üzr istəyirəm, 22 min manata olan Çanqandan mən elə ki, birinci onu götürək. Yox, 22 minə Çanqan artıq, Çanqan deyil də orada BYD-lərdir və 23-24 min olsun. 24 minə olanlar A05-dir də, yəni onlar aşağı segment sayılır, biz onları götürək. Yəni bizdə iş yoldaşımız var, sürür o.
sürür, yəni bu günləri sürürük, hamımız sürürük. Amma gələcəkdə 3 il sonra onların qiyməti də nə olacaq? Keyfiyyəti də nə olacaq? Yox, biz keyfiyyətdən danışaq da, qiymət başqadır da. Keyfiyyəti Və də 3 il sonra biz bilə bilməliyik axı. Təxmin bu edə gün üçün bilərik, deyirəm amma ki, bu gün artıq maşının içində cızıqlar var. Maşın 300 kilometr gedib, maşının içi cızıqdır, rəng gedir, oturacaqda Yəni belə keyfiyyəti yerində deyil. Yəni keyfiyyətini mənim məqsədim sizin avtomobillərin yenə deyirəm. Bazarına müdaxilə eləmək deyil, sadəcə yaşadıqlarımızdan danışıram ki, bu günləri mən öz başıma gələnləri deyirəm. Yəni maşınım ortalıqdadır, bunu sübut da eləyə bilərəm. Amma ümumən gedib bu günləri 40 min verib Unize almaqdansa fikirləşirəm ki, 2020-nin 19-un Santa Fe-sini 2.2 dizelini alıb sürmək həm qiyməti üstündə qalacaq, həm keyfiyyəti üstündə qalacaq. Yəni daha məqsədə uyğun olar. Deməli, canlı yayımdan yazanlar da var, izləyənlər arasında. Onları da çox gözlətməyək. Tural yazır, Murad bəyə salamlar. Murad, sənə özəlliklə salamlar, sağ olsun. Əliyev yazır, salam Çeşkaya gedir bu yağ. Havolan yağından söhbət gedir. Orada çünki reklamı çıxdı. Bəli, gedir. Havolan yağını rahat alıb vaxtınızı süzə bilərsiniz. Salam, axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. 120 ilə getdiyim yerdə səs gəlir. Gürültü, muftanı basıram, səs kəsilir deyir. Avtomobil marka modelində qeyd eləməyib. Yəni 120 ilə getdiyi yerdə səs gəlir, gürültü, muftanın basında səs kəsilir. Ehtimal nə ola bilər? Nəsə deyə bilərsiniz bunun üzərinə? Olsun deyə bilər. Nə maşının ümumiyyətlə? Marka model yazmayıb bizə. Marka model də yazın. Öz maşınımdan sual verə bilərəmmi? Hörmətli qardaşlar, Emil bəy yazır, əlbəttə verə bilərsiniz. Dərbəndli yazır, hamısı usta olub. Hə, usta deyilik biz, qardaş, bizi dəyiş dalğanı. Estağfurullah. Niyə? Bax, belə niyə mesajlar gəlir ki, ümumiyyətlə çox maraqlıdır. Vüsal usta neçə ildir tərcüməniz var? Vüsal usta. Harca 21 ilə yaxındır. 21 il adam BMW təmir eləyir. İnsan bu Yox, adama universal deyirsən ki, 10 il mən universal olmuşam, 11 ildə BMW-dəyəm. 10 ildir universal, 10-cu ilində keçmisən BMW-yə. 11 ildə, 21 ildir ümumi müddət. Ümumi 21 ildir. Amma 11 ildə sırf BMW-yə baxırsan. Bəli, baxıram. Yəni bu adama necə deyə bilərsiniz ki, bu hamısı usta olub? Adam sırf BMW üzərində ixtisaslaşıb. Yəni bu özü əməyə hörmətsizlikdir də, belə deyim də. Nə vaxtdan usta olmuşam? Hə, nə ən vaxtdan? gözəl ona cavab vermək 21 ildir qardaş. Bilən başqa mənada deyir o. Məncə 21 ildir. Gəlin sizə bax Dərbəndə sizə Nanofire-ın balonunu hədiyyə edə bilərik bax. O sözünüzə Nanofire balonları. Bu tam sizin ehtiyacınız var buna. Rahat alın, yanğın söndürmə balonudur, sizin olsun. Yəni ki, bildiyinizdə nə demək istəyirəm, ya belə bir şey yox. Salam aleykum, aleykum salam. Mənə Hyundai Santa Fe-nin Pavrotnik'nin lentası lazımdır 2010-cu il. Hə, detal axtarır. Amid bəy, belə deyək, baxın bizim nömrəmiz orada görsənir. 050 505 55 25. Ora WhatsApp-a yazın, bizə mesajları göndərə bilərsiniz. Biz efirdə səsləndirə bilərik. 050 505 55 25 nömrəsinə WhatsApp-a yazın. Onlarda səsləndirək və Amid bəy siz də yazın ki, o bizə detal lazımdır. Biz də köməklik göstərəcəyik. Həm də bunu dedi izləyicimiz. Bizim Vüsal ustamız sükan lenti gətirib bizə. Bəli, sükan lenti gətirmişəm. BMW-nin sükan lentidir, amma onun iş prinsipi barəsində və nədən xarab olduğunu izah eləyəcəm. Hamısını orada problemlər nədən yaranır. Onun bir problemi var. Demək olar ki, o alınmasa, o da ustaların səhvindəndir. O olmasa heç o xarab olmaz. Yəni onu biz burada indi iş olaraq göstərəcəksiniz. Yəni canlı yayımda görəcəksiniz. Bəli, qardaşım fikri ilə razıyam. Eddistar Zöhrab dostumuz yazır göndərir bizə. Zöhrabı tanıyırsınızmı? Eddistarın təsisçisi. Həm də eyni zamanda bildirim ki, ümumiyyətlə cihazların quraşdırılması ilə bağlı həm texniki, həm də qanuni tərəfləri çox yaxşı bilən dostumuzdur. Və Volkswagen alın sürün deyir, o da VAG sevdalısıdır. Elgizdə çox yaxşı tanıyır. VAG-la bağlı istəmək. Hansını alaq bir də onu desin bizə. Məsələn, nə alaq sürək? Qardaş, zavodun bağlayıblar. Nəyə alaq ki, sonra zavodun bağlayıblar. Bağlayıb qaçıblar. Kim alsa axırıncı yiyəsi olacaq, qardaş. Yəni sata da bilməyəcək. Sonra baha satacaq ki, axırıncı model məndən sonra yoxdur. Endur bəy bilir də, axırıncı yiyəsi mənəm. Nə sata bilirlər, nə bir şey. Volkswagen-i alıb saxlayıb sonra baha sata bilərlər ki, axırıncısı məndə, başqa heç kimdə yoxdur. Antikvar avtomobil olacaq da. Antikvar da saxla. Sonra elcizə satarlar. Elcizin 90 yaşı pərt olmamaq üçün, məsələn, məclislər olanda pərt olmamaq üçün deyirlər ki, niyə satmırsan? Deyirəm ki, o yadigar maşınımdır da, ona görə satmıram. Amma sata bilmir, iş burası, ona görə. Hansı maşın? 65 gövdədir BMW. O hansıdır ki, 65? 7-ci seri. 7-ci seri 62, 2002-ci il. Sata da bilmir yəni. Sata da bilmirəm. Alan olsa nə qədər doyuram. Yəqin ucuz qiymətə vermirsən, belə satmaq olar. Satmaq olar mı? Niyə olmur ki? Almırlar ki, mənim alarlar. Bir dənə qalıb ki, havayı verim. Havayı da ağılın yerindədir. Götürmürlər yəni. Üstünə pul bağlayıb qoymur alsınlar. Opel 2005 1.4 benzin 120. Metaldan da götürmür təsəvvürdə.
Necə yadında saxla. 120 ilə getdiyim yerdə səs gəlir, gürültü, muftanı basıram, səs kəsilir. O bayağı Opeldən oldu, söhbət nə gedir. Opel 2005 1.4 benzin. Bununla bağlı gərək onu əslində bir usta sürsün, idarə eləsin. O səsi dinləsin. Yaxşı bir çilingər lazımdır sizə Opel üzərinə. Burada Vüsal ustamız sırf BMW-yə baxır. Bir də mən... Murad bəy Hyundai-yə baxır. Ona görə də gəlin belə deyək. Baxın nömrəmiz də var orada. İndi hal-hazırda bizi izləyənlər 050 505 55 25. Bax ora bu sualı yazın, biz sizə usta nömrəsi göndərəcəyik. Sırf Opel-ə baxan ixtisaslaşmış usta nömrəsini göndərəcəyik ki, sizə kömək olaq. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Salamlayıram sizi 2015 Hyundai Elantra ya 2017 hansı dözümlüdür deyə belə bir sual var və Murad buna cavab verəcək böyük ehtimal. Deməli 2015-in Hyundai Elantrası mı ya 2017-si hansı dözümlüdür? 17 alacaqsa 2 motor alsa daha yaxşıdır, sadə motor. Bəli. 15-in hamısında ala bilər, fərq eləməz. Amma 17 alacaqsa 2 motor sadə alsın, 1.6 turbo almasın. Hə, buna diqqət eləsin və salam. Hə, bir diqqət eləsin. Bayram bəy yazır, salam olsun, Xan kəndindən salamlar sizə, çox sağ olun, minnətdarıq. Amid bəy təşəkkür edirəm, buyurun, siz sağ olun. Məndə 2 dizel Sarento'dur, 2010, səhərlər gez götürür, gez işə düşür deyir, yazır göndərir bizə. Səhərlər gez işə düşür, bax səhərlərin gez işə düşməyi bu nə ilə bağlıdır? Havanın soyuqluğu ilə bağlı ola bilər, ehtimallar deyə bilərik. Soyuq olanda daha özün tez effekti bildirir də, daha çox problem özünü daha tez göstərir. Tez göstərir. Sveta ola bilir, benzindən ola bilir. Məsələn, 92 vurursa, dizel avtomobildir, dizeldir. Orada məsələn Salyaka filtrindən də ola bilər ki, məsələn, normal keçidli yox, Salyakadan da olur, bir də filtrindən ola bilər. Mən elə bildim benzindir, ona xaç. Birinci dolumu verir, ondan sonra rahat götürür. Ümumən maşını biz belə olanda normalda səhər saxlayırıq servisdə. Səhər özümüz işə salırıq, ustaların ən rahat variantı budur. Səhər baxırsan, birinci variant orada dəqiq diaqnoz vermək. Ən rahat variantı odur. Ehtimallar demək lazımdır ki, çox vaxt. Amma sadaladınız da, filtr məsələsidir, şam məsələsidir, dediniz onları. Ona baxmaq lazımdır. Səhər yəni saxlayıb işə salmaq lazımdır, orada dəqiq bilinəcək. Mən aldığım deməli Jetta MK714T. Zöhrab dostumuz bax bunu alıb. Volkswagen Jetta alıb. Özünün əvvəl Passatı var idi. Adam vaqı sevir də. Xeyirli olsun. Mən şəxsən əlim gəlməz Volkswagen-a pul verməyə. Yəni hərə bir cür fikirləşim, mənim əlim gəlməz. Sən Çanqana pul verən adamsan. Mən Çanqana dedimdə nə niyyətlə vermişdim? Alver niyyəti ilə vermişdim. Ki Alverin tutduğu heç olmasa. Hə bu günləri maşın istəyən var. Mən şokdayım bu qardaş. Maşını bu gün istəyən var. Başqa dünyanın insanıdır. Yəni o dedikləri maşını da. Yox, mən məsələn Jetta'ya verdiyim pula, məsələ maşının keyfiyyətində deyil. Sabah o maşını satmağı da düşünmək lazımdır. Jetta'nı mən aldım. Mən məsələn Jetta'nın içində oturanda ondan zövq almıram sən. Yanlış bu fikir nədir beynimizdə olur? O bizə tərs. Bunu satmağın fikirləşmək lazım. Biz satmağa mən çünki bir maşını 1 ildən artıq sürmürəm. Alverçi deyirik də. Alverçi işi odur ki, alsın, satsın, hə. Sürücü olaraq onu fikirləşəndə biz nə qədər ziyanlar görürük. Yox, bir maşını nə qədər sürürsən, məsələ odur. Mən bir maşını 1 ildən artıq sürə bilmirəm. Mən istəsəm də, bayaq da dedim, sata bilmirəm. Axırıncı yərsəm sata bilmirəm. 15 ildən çoxdur sürürəm onu. Başqa maşın olsaydı, indi bunu satmış olsan, hə. İkinci alacağım maşın nə olar? Yenə də BMW. Orada oca düşünəcəksən də bu dəfə həmən səhv etməyim. İkinci dəfə yenə elə bir maşın alım ki, bu dəfə sata bilim, yenə 15 il əlimdə qalmasın. Mən onu nəzərə alıram və o ikinci məsələdir. Birinci məsələ
maşına zövq almaq lazımdır. Mən məsəl üçün o bir söz var ya, deyir, maşını düşüb saxlayandan sonra sönüb maşınıma baxmırsansa, demək sən o maşını sevmirsən, normal düzgün seçim eləməmisən. Mən bu günləri öz maşınıma düşüb sönüb baxa bilirəm. Məsələn, Infinity-ni bəyənirəm, xoşuma gəlir. Qardaş, Yox, mən gündə 100 dəfə baxıram. Onunla deyir ki, amma yox, demək ki, bəyənirsən də. Amma mən Jetta'nı alsam, məsəl üçün o maşını mən heç sürmək belə istəməyəcəm. Nəinki çönüb baxmaq. Baxmaq bilsin. Mən Jetta maşınına niyə çönüb baxım ki? Baxmaq bilsin. Pul buraxmaq. Zöhrab, üzürlü sayda Zöhrab. Üzürlü say Pul Zöhrab. buraxmalı Adamın mı? maşını ilə günə qoydu ki, adam gəlib satacaq avtomobil. Yox, indi zövqlər müxtəlifdir də. Mənim bir dostum da almışdı, Jetta get istirdi Amerikadan. Dedim, niyə get istirmisən bunu? Deyir, mənə lazımdır, gedib gəlim. Məsələn, onun üçün o lazımdır, gedim gəlim. Amma mənim üçün gedim gəlim deyil də. Mən maşının içində oturanda ondan zövq almalıyam. İçindən, hər şeyindən, çölündən, çönən düşüb gedib maşını bir 3 dəfə baxmalısan da qıraqdan. Yuduzdurursan moykada, baxırsan qıraqdan. Nə gözəl görsən. Jetta'ya mən necə baxım? Bir şey fikir verdin. Hyundai klubunun adı nədir? Infinity sürür, Çangan sürür. Hyundai da sürür, Kia da sürür. Hyundai Hyundai da sürür, Kia da sürür, hamısından sürür. Siz bax, ən maraqlısı nədir burada? Nə? Təcrübəsi İndi nədir? Hyundai təmsil edir. Bax, Hyundai təmsil edir. Hə. Keyf deyil. Hyundai. Hyundai klub Azərbaycan Bəli. adminidir, onu qeyd edib sən Murad dost. Admini Hyundai. Sürdüyü maşın. Çangan sürür də. Bir də Infinity. Çangan sürmürəm. Yəni Niyə mən bu Sumatçını özü Çangan sürürəm? Mən bir- Çangan sürmürəm. Qardaş, mən Çanganla gətiribdin də sən bura. Bu Sən dedim ki, o maşını mən Vallahi aldın, bu özü məqsədi ilə almışam. Yəni siz Hamısından Mən də sürürəm. Normalda ən çox Bax, sürdüyüm siz maşın. Infinity qrupda sürür, nə Infinity danışırsınız? sürür. Bir də Infinity sürür. sürür. Siz qrupda bu sürücülərə, Hyundai sürücülərinə də nə məsləhət verirsiniz? Özünüz Nə Çangan lazımdır, nə sürəsiniz. soruşurlar, onu məsləhət veririk. Əgər Mən siz çünki o özüm maşını sürməlisiniz, hiss sürürəm də, eləməlisiniz sürürəm zamanla. axı. Mənim Hyundai'm da var. O maşın nə Kia'm istəyir? da var, Hyundai'm da var. Sonra ona qarşı elə bir Əslində- məhəbbətiniz olmalıdır ki. Yo, var da var. Bir hamısını. xəyanət olmamalıdır da əslində. Var, mən Yox, elə bir sürürəm. məhəbbətiniz olmalıdır ki, o barədə. Yoxsa Çangan almışam. Yox, sürürəm Hyundai də. şey. Deməli, Hər ikisini sürürəm mən. özünüzü təkzib edirsiniz. Salsa sürürəm, niyə narahatlığım var ki? Sürürəm maşını. Hyundai'm da var, Kia'm da var, Infinity'm da var. Mən W202 avtomobil Mercedes sürürəm. Havoline 1040 tökürəm necə yağdı deyə. Bax, Havoline reklamını da tam zamanında oxudum. Havoline yağını rahat süzə bilərsiniz avtomobildə, dəyərli dostlar. Texaco Havoline yağlarına söhbət gedir. Hətta yağ qutusu da burdadır. Bax belə, bu formada. Arada içirik burada. Bax, Stəkana tökürük buradan biraz. Təmiz, 50-50. rahat, bax bu formada Havoline yağından Mən özüm də istifadə 5-30 içirəm. Chevron şirkətinə Gətir məxsusdur 50 Texaco Havoline yağları. 50 sizə buradan mən. Rahat bax bu yağı avtomobilinizdə istifadə edə bilərsiniz ki, problemsiz yağdır. Onu da mən sizə bildirim. Ki bu qədər. Nicat Yox, bəy. bu mənim Nə? boğazıma düz gəlmir. C3 nədir? Bu dizel üçün. Dizel, sən benzin. Mənə benzin üçün. Benzin üçün olan da var. Yəni çeşid bolluğu da var. Onu da mən bildirim sizə. Benzin üçün olanlardan. İsaq CF7 ilə verərsən mənə. Hyundai Avante 2021-dir, hibrid. Tormozlama edəndə titrəmə olur, ancaq yerindən tərpədəndə olmur deyə bax belə bir mesaj var. Emil bəy Tormuz yazır. üzərində titrəmə olursa onun aporlarına baxmaq Əyləc lazımdır. sistemi. Əlbəttə, aporlarına baxmaq lazımdır. Evet. Hamısı da Naklatkalarından da ola bilər. Əsasən aporla olur ən çox. Çarələr bitmir, klass. Yanım doludur həqiqətən də bura, aşağı doludur burada. Bax klass əyləc bəndləri buradan görsənə dəyən ki, bu yerli brendimizdir. Əyləc bəndidir. Amma aporunu dəyişdikdən sonra klass qoymaq lazımdır. Klass zəmanət verir. Nə qədər verir zəmanət? Zəmanət var, 30 zəmanətli min. məhsuldur. Hə, bəli. 30 min zəmanət verir klass naklatkaları. Onu qeyd eləyək əvvəla. Biz özümüzdə də servisdə bundan istifadə edirik. Mənim avtomobilimdə də var. Yerli brend olmasına baxmayaraq ki, biz biraz yerli brendləri elə bildik keyfiyyət aşağı olur, amma çox yüksək keyfiyyətdədir. Qiyməti aşağı, keyfiyyəti yüksək məhsuldur. Hamıya məsləhət görürük. Hamıya məsləhət görürük. İndi hal-hazırda baxın dəyərli dostlar. Nömrəsi qəşəngdir. Adamın Zöhrab Allah'a var. dostumuzun aldığı bayaq bu avtomobillə bağlı 77 belə el-eli yaxşıdır. Yəni deyir bu avtomobilə baxmamaq olar. Doğrudan da gözəl avtomobildir də bu avtomobil. Təzə bir şey öyrənmişəm. Mən nömrəyə gəlmişəm. Nə? Deyir axırı 69 ilə olan nömrələri bilərəkdən elə verirlər ki, bunlar yazanlardır, bunlar saxlamayın. Onsuz da qanunu bilirlər. Bunlarla Buradan işiniz işarə olmaz. verirlər. Hə, yəni. bunlarla Bir işiniz şey olmaz. göz masadaşdı. Bir dənə qaytara bilərsiniz Elnur müəllim. Nəyi Elnur bəy. qaytar? Nəyi qaytar? Bir dənə geriyə. Geriyə? TikTok'a da bir yax. TikTok görüntümüz var da. Görüntümüzə qayıdaq. Hə, Hə. bu şəkillərə baxaq. Ya, baxalım, problem Bu yox. Jettadır, dəyərli dostlar. Hə. İndi Zöhrab dostumuz aldı, amma Jetta ilə bağlı Murad deyirdi ki, bu avtomobilə baxmağa dəyərmi? Yəni belə də Baxaq pis da, yəni avtomobil bunun deyil. nəyinə baxaq məsələn. Qardaş, Ha, yox, otura yox, baxaq. sən Ha. yox. Gəl bir saat otura Görüntü baxaq. çox gözəldir yəni. Hə, Yapışmır da maşın adama. Onu artıq indi yığışdıra bilərik. Onu da mən bildirim bir ki, dənə qiymətin zəhmət olmasa yazar ki, neçə alıb onu. Zöhrab dostumuz bir qiymətin yazsın da nə qədər pul verir bu avtomobilə, onu bir yazsın. Görüntünü qaytaraq, nəsə demək istədim Vüsal usta. Bir şey yadıma düşdü. Nə Bu yadıma verişə dəxlisiz bir şeydir də. Aslında Amma- bizə
o həkim deyib ki, ürək nə gəldisə deyənə. Hə. Bu bir veriliş var, belə layihə var, buna oxşuyur. O 6 qara pişik var ya, 6 qara pişikli veriş. Oradakı özümü bir anda kuklaya oxşatdım. O sağda kuklalar var, bir danışır, tik-tik. Özü ilə bağlı deyil. Mən də deyirəm nə edir. Bildiniz hansı 6 qara pişik, 6 qara pişik adı deyil o şeyin. Kukla görsənə qədər. Kukla göstərdi, qıraqlara danışır abi. Onu oxşatdın özünə. Estağfurullah. Yox, qəşəng görsən. Yox, yaxşı görsən. Sözdə köynək də sənə yaraşır. Sağ ol. Bayaqdan da köynək, ən çox sənə. Çalışdığım nədir? Köynəyim görsənsin. Bayaqdan ona əlləşirəm, vuruşdum. Yox, yaxşı görsən. Görmüsən bir tərəf olan kimi. Gəlin belə bir şey də indi. Salam aleyküm salam. Chevrolet Cruze 1.8 benzin məsləhətli sürətlər qutusu ustası kimdir? Var İlham bəy. Chevrolet Cruze-un da sürətlər qutusunu yığan şəxs var. Belə bir şey də. Buradan hazırda Chevrolet Cruze-a baxan şəxs burada yoxdur, amma siz WhatsApp-ımıza yazın 050 505 55 25 nömrəsinə 050 505 55 25. O nömrəyə yazın. Oradan biz sizə usul nömrəsi göndərəcəyik. Elantra 2014 1.8 dövrlər qalxanda 3000 RPM-dən yuxarıda maşına əsmə gəlir, qranat olarmı deyə bax belə bir sual var. Maşın nədir? Deməli Elantra 2014 1.8 dövrlər qalxanda 3000 RPM-dən yuxarıda maşında əsmə gəlir, qranat ola bilərmi deyə soruşur. Babin də ola bilər. Babin də ola bilər ki, yüksək sürətdə artıq əsmə verə bilər. Svetsada da artıq yanma ola bilər. Yəni bir çox şeydən ola bilər. Ümumiyyətlə mühərrikin yastığından da ola bilər. Qranatın da özünə məxsus bir səsi var. Qranat səs eləmir ki, qranatı iç qranat olur. İç qranat da 60-80 sürət arası əsmə verir, buraxır. Yəni həmin aralarda bir əsmə verir, maşına buraxır, çöl qranat səs eləyir. Yəni onu ümumən prosta baxış keçirmədən heç bir şey demək olmaz, amma ehtimalları qeyd elədim ki, nədən olar. Yalnız Nano Fire Borex balonları istənilən növ yanğını 2 saniyə ərzində söndürür və 3 il dəyişdirilmədən tam zəmanət verir. Yalnız Nano Fire Borex balonları 900 Selsi temperaturunda istənilən növ maddəni və əşyanı 30 Selsi dərəcəyə qədər soyudur və təkrar yanmasının qarşısını alır. Nano Fire Technologies. Seçiminizi edin ki, biz yanınızda olaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Mən də belə bir şey gələndə gətirdim. Bu əsasən də ustalara aiddir. Bu təhlükəsizlik məsələsidir. Nə gətirmisən? Bax belə bir şeydir. Sənədlərdir belə bir şey. Bunun barədə danışacağam sizə. Nəsə fikirləşib, hə? Qısa bir hardasa deyim də bir 2 ay, 3 ay bundan qabaq. Bir müştəri gəlmişdi, iş gördürdü mənə. 200 manatlıq iş gördürdü. Mənə elə fırlatdı getdi ki, sənədləri qoydu, bu gördüyünüz sənədləri qoyub getdi. Dedi ki, sabah pulu verəcəm. O gedən gedib, nə gəlib çıxmır eləmir. Salam, axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. Məndə Hyundai-dır, çox bərəkətli maşındır. Hər gün çörək daşıyıram marketlərə deyə 4323 yazır bax bizim WhatsApp-ımızdan. Allah işinizi avan eləsin. Çörək daşıyır. Çörəkli oğlandır, çörəkli maşın. Ruzunuzu bol eləsin. Allah xeyir. Maşın da çörəkli maşın. Hə, burada belə bir mesaj var. Nömrəsinin son 4 rəqəmi 6666 bizə izləyicimiz yazıb. Yazıb ki, BMW xanımla tanış olmaq üçün yarayır. Başqa nə işə yarayır? Bax, belə bir mesajı var. Yox, Xanımı sonra o gəzdirmək. sözü ilə, o sözü də gözəl, onunla razılaşıram. Reallıq var da əslində burada, hə? Yox, reallıq var. Reallıq başqa, onun sualı bilirsən, necə qoyub sualı. Bəli, ondan gözəl şey var, xanımla tanış olmaq üçün. Bu özü bir gözəldir. İkinci deyir, başqa nəyə yarayır? O hissəsini isə mənə qoyub ki, mən cavablandırım. Başqa çox şeyə
aqressiv, belə deyək, maşından ləzzət almaq üçün. Rahat maşındır. Zövq almaq üçün də, ləzzət almaq üçün. Belə. Xanımla BMW ilə tanış olsun, Surhunda ilə gəzdirirsən. Bu arada Desən dostumun idi. bu arada da Dostumun maşını arada- idi. Gəndi getdi Elantra ilə gəz. bu arada yadıma düşmüş deyim, xanımlara çox gözəl yaraşır Hyundai. Dəyərli dostlar, qeyd edim ki, efirimizin baş sponsoru Texaco Hava olan yağlardır. Chevron şirkətinə məxsusdur və hətta burada məsələn bir sual da var. Fikrət bəy yazır ki, bizə salamlayır bizi. Sağ olsun. Yazır ki, 2018-in Tucson'u sürürəm, 2 mühərrikli Amerikanka. 100 mində görüşü var. Nə yağı məsləhətdir? 5.20 və yaxud da 5.30. Bax belə bir suallarınız varsa, bizim yağ dəyişmə mərkəzimizə zəng eləyə bilərsiniz. 050 444 55 35 nömrəsinə zəng eləyin. Sizə ətraflı məlumat versinlər ki, köməkli göstərməyə təbii ki, sizə hazırıq. Vüsal ustamız hal-hazırda bizə məlumat verəcək. Deməli BMW-nin hissələri burdadır. 2 detal gətirib də, 2 detal görürəm mən burada. Biri sükan lentidir. Biri də rulun vəziyyətini göstərən sensordur. Aha. Bəli. Elə işdən tələsik çıxdım. Elə demişdim mənə ki, nəsə bir şey gətir ki, ona ümumi məlumat verə bilərsən, maarifləndirə. Elə əlimə keçənlər bunlar oldu. Aha. Gətirdiyim bu sükan lentasıdır. Burada siqnaldır, bu hissədən keçir. Mikrofona kod verib azaltmaqdır və rulda olan bir sözlə rulda olan funksiyalardır. Düymələrin işləməsidir. İşləməsiz idarə olunur. Xarab olanda içində lenta qırılır. İndi açmıram, içində qırıq var. Belə lentadır görsək. Bu formada qırılır. Bunun da səbəbi ondan ibarət olur ki, yəni demək olar bütün 95-dən BMW-lərdə əsasən və digər maşınlarda da 95-dən üzür yuxarı hamısında olur. Biraz formalar fərqli olur. Ustalar iş görərkən sükan rulavoyda, sükanda iş görərkən altda şturvalı çıxardanda və rulavoyda iş görəndə o şturvalı mörtfü qoymalı, bir nöqtədə qoymalıdır yuxarıdan. Rulda kildə qoymalıdır. Qoymam halda rul bir kuruq ya sağa, ya sola fırlananda, sonra sükanı rulavoy üstünə yığanda, yol qoyulandan sonra, təmir olunandan sonra belə deyək, biraz yol getdikdən sonra ya da 1-2 kuruqlu fırladandan sonra başlayır xarab olmağa. Yəni sözümün canı odur ki, məsləhətim odur ki, sürücülərə və ustalara, yəni bir çox rulavoy ustalar bilir, amma yenə də məlumat üçün ki, onlara bir məlumat olsun. Yəni bilsinlər ki, olmur. Yəni bir o halda xarab olur bu. Digər hallarda mən xarab olduğunu görməmişəm. Belə. Sonra digər isə bu datik ugla pavorota deyilir. Amma rulun vəziyyətini göstərən datikdir. Bir sensorda. Bir sensorda. Bəli. İş prinsipi də ondan ibarətdir ki, beyinə məlumat verir, rulun vəziyyətin hansı surətdə rulun vəziyyətini məlumat verir və beyin isə tormozlanma sistemidir, döngədə necə qaz verməlidir, necə işləməyini təmizləyir, belə deyək. Bu təmir olunan bir şeydir. Bunu isə bir yaxşı yadıma saldınız. Bu isə çox vaxt biz təmir edirik. İçində bu naqillər, belə deyək ki, bu hissələr, bu dillər qırılır. Bilmirəm, bunu buradan yaxın görsənər yəqin ki, böyük ehtimal görsənəcək. Yəni burada bu hissələr var. Kimsə var. Bu təmir olunur yəni. Bəli, təmir olunur. Hansısa bir sürücünün yüngül əl qabiliyyəti varsa, bunu təmir edə bilər. Bunu da əvəzləyə bilər. İndi səhifələrdə var, ayrıca satılır. Sonra zaslonkalar olur. Sovet maşınlarının zaslonkasının da içindən çıxır. Onunla dəyişib düzəldə bilər. Yəni bu qaydada. Hə, bu qədər məlumat. Redol yanacaq doldurma məntəqəsi isə 2 filialla xidmətinizdədir. Xırdalan dairəsinin yaxınlığında və Zabrat yolunun üzərində yerləşir. Filialları rahat yaxınlaşa bilərsiniz. Texaco Hava olan yağlarının baş sponsorluğu efirimizi izləyirsiniz ki, Chevron şirkətinə məxsusdur hava olan yağları və Azərbaycanda tapmaq hava olan yağların elə çətin bir şey deyil. Rahatdır, asandır, bir çox satış nöqtəsində var. Bilirəm ki, çox marka var, onsuz da çox marka eşidirsiniz, istərsəməz yorulursunuz. Amma biz sizin üçün də hava olan yağlarını təklif edə bilərik ki, yaxşı marka axtaranlar üçün. Allah razı olsun qardaşım, Allah sizdən də razı olsun.
olsun. BMW mi, Hyundai mı? BMW sürən, Hyundai sürən rahat suallarınızı yazıb Bir bizə gün hamı göndərə Hyundai'li bilərsiniz. olacaq. Elə mənim sözümdə də bir hiss elədim ki, bir dava var. Yəni BMW mi, Xahiş Hyundai edirəm, mı? elə qoymayın da, elə müqayisə etməyin. Mən sizə dedim axı, bax durub çıxıb gedəcəm. Birdən çaşıb deyəsən ki, sonra biabır olaram. Burası Yəni mən sizə nə dedim? Sən gedirəm. O belə şou yaradırlar efirlərdə. Sən də düşqan. Yəni müqayisə ol, biz Mən deyim ki, yox eləmə yəni. Bir sənəyə görə deyirəm. Bax, Bəli. o sual qoyursan ha, o cür. Reytinqlər düşəcək. Reytinqizə düşəcək. Hə, BMW BMW ilə Hyundai olmaz bir yerə. Mən burada səhv elədim əslində. Hə, səhv elədim. Reytinqi salın aşağı. Verilişim reytinqi. Amma darıxma qaldıracam. Darıxma Doğru, qaldıracam. Bir gün hamı Və Hyundai'li olacaq, sağ üstə. İzləyicilərdən üzr istəyəcəm. O şeyə görə özüm götürəcəm boynumu, özür istəyəcəm. Üzrlü sayın. BMW sürənlər Hyundai. İndi mən BMW sürənlər deyəcəm, Hyundai sürənlər deyəcək ki, qardaş. Burada məsələn bir izləyici yazmışdı ki, Hyundai nömrə 1-dir. O adam üçün Hyundai nömrə 1-dir. Olsun da. Yəni onun şəxsi fikridir. O adam Şəxsi fikir olsun. Nə deyir? Heç nə demirəm. Burada zövq məsələsi deyil də təkcə. Orada artıq Yəni bir nəfərin sözü üstün götürdü. keyfiyyətdir, sərfiyyatdır. Onlar da var. Baxın, Vüsal olsa sizə bir Sən- sual vermək istəyirəm. Nəsə demək, deyin sözünüzü sual verəcəm. Keyfiyyətdir, elə Aha, deyir. aha. Sən Hyundai-ın hələ tərəfini tuta bil. Gəlmirsən. Qardaş Hyundai 40 minin keyfiyyəti əladır da. 40 minə nə keyfiyyət? Məsəl üçün yüksək səviyyə verməyəcək ki sənə. Bax 2010-dan bu yana adamın məsəl üçün Sonatanın 2010-dan bu yana salonda Gəlmişəm rahat danışıram burada. Yox, Hələ 2010 mən BMW danışmır ya. Başdan mən danışmıram. 2010-un məsəl üçün Sonatasını 2010-un Sonatasını Müdafiə edə bilmirsən, qardaş, Yox, boyun mən altında. müdafiə eləməyə gəlməmişəm. Mən onun vəkili deyiləm ki. 2010-un Sonatasının bu günləri salonu cırılmayıbsa, demək ki, dərisi yaxşıdır. Qranatı dağılmayıbsa, demək yaxşıdır. Sürətdə qutusu dözübsə, 300 Vallahi bu 400 minə müqayisə yaxşıdır. bilsinə. Yəni 400 min gedən maşında bu günləri biz xərc tapa bilmiriksə, nəyə pisdir ki bunu? Yox, bu müqayisə bilsinə döndü. Yəni qalır bir dənə Power-ı məktəb dala illəri girəndə yadıma qabağı düşdü. girmirmi? O hamısında var. BMW-ni gətirmənə mən elə salım onu Power-ota, nə dalı girsin, nə qabağı. O sürməkdən asılıdır. Hə, sürə bilər. Yəni hər sürücü hər maşını eyni sürmür axı. Biri dalını sala bilər, birini qabağa sala bilər maşının. İndi sən Sonatanın qabağını salmısan, dalı girməyibsə, amma mən BMW-ni elə sala bilərəm ki, heç aşağı gedər. Mən sürə bilmirəm bəlkə BMW-ni. Yox. Yəni Qası da bilərsən amma, sən. Məsələn, mən biz maşını verim ki, testlərə arxası baxmışıq. Testlərə həmişə baxmışıq. BMW heç vaxt testdən Mən yaxşı sizə keçmir. BMW verim, onun BMW arxası testdən qasıdır. yaxşı keçməyib heç Bayaq vaxt. onu bildim. Həmişə Audi yaxşı keçib, Mercedes yaxşı keçib. Bax, BMW deyirsiniz belə, hə? Mən BMW-ni suda sürüşlər var da. İndi bir məsələ də var. Bununla bağlı da məlumat vermişdim sizə. Bayaq filmimizdə. Bax, yenə də əhlət sistemi gəldiyinə görə baxın sizə klassla bağlı məlumat vermək istəyirəm. Əhlət bəndi ilə bağlı. Onu bildirim sizə. Dəyərli Dostlar dostlar. burada. Mən ümumiyyətlə orada sualı oxuyurdum. Məndə bütün fikir qarışdı, hamısı bir-birinə. Test drive-dan danışıram. İndi sən deyirsən ki, arxasını qasma məsələsidir. Əhlət bəndi. Sən əhlət sistemindən danışmadın ümumiyyətlə orada. Bu danışıb qutarım sonra. Danışdım mən də bax burada yerində yatırdım. Klass Burada əhlət bəndi. gəlirsən. Amma məsələ- etibarlı döngəyə girmək üçün bizim Amma məsələ İndi yox danışmaq. Elə bura qədər olsa bəs edir. Bax elektrikçidən görürsüz də bu Bəli. alışma məsələsi ilə bağlı. Bax elektriklərin ümumiyyətlə quraşdırdığı belə bloklar var, alışmaya gətirib çıxardır. Sizin bilmirəm təcrübənizdə belə bir şey olubmu? Alışma halı yaşanıbmı ümumiyyətlə avtomobildə? Yaşa. Məsələn gedib sürücülər var ki, iş gördürürlər, Başa düşürəm, havalı anlayıram sizi. quraşdırırlar. Orada nələrə diqqət Anlayıram. etməlilər ki, və təhlükə alan yaşamasın yəni. Ümumiyyətlə BMW-dən danışam sizə. Aha. BMW-də elektronik elə yığılıb ki, təhlükəsizlik qaydaları 100 belə deyək də 100%-ə bərabərdir də. Bəli. Elə yığılıb ki, yəni təhlükəsizlik qaydaları nəzərdə tutulub, yanğına qarşı və digər qarşı. O maşınların öz-özündən alışmır deyərdim. Aha. Alışmağın səbəbləri deyək, Usta səhvi varsa orada usta ola bilər. səhvidir bir. Bəli. İki, demək olar usta səhvidir. Bir də deyək ki, qəzalar olandan sonra düzgün yığılmamalarıdır. Yenə də usta səhvinə. Usta səhvindən yana bilir və deyək ki, usta səhvi yoxdursa, ikinci səbəb yadıma düşdü. İkinci səbəb isə bu qusar üsulundan qoşulmalardır. Yəni Çin istehsalıdır, o da bəzi Çin istehsalı bloklardır. O səbəblərdən yana bilir. Amma normalda heç vaxt yanmır. Yanında belə bir olub hansısa bir avtomobilin alışmağı. Alışma olub öz əlimdə, öz səhvimdən olub ki, 3-4 dəfə olub ki, az qala maşını yandıracaq. Az qala yandı, yanmayıb amma. Yanmayıb, bəxtim gətirib. Təhlükəsizlik qaydalarını riayət edirsən. Ümumiyyətlə yanğın söndürmə balonu var. Çalışdığım qədər, o var yanğın, amma çalışdığım qədər eləsəm də yenə də hərdən olur da, səhv etmiş oluram da.
nədəsə bilirsən səhv o da ildə 2 ildə. Amma o da yaxşı qurtarmışam. Yəni Bəli. bir daha başa gələcəkdi. İndi maşın adını çəkmirəm. Bəli. Dövlət maşını idi da. Bəli. Harca o yansıydı mənə bir 150 min dollara baş gələcəkdi. Yaxşı ki onu söndürdüm. Hal-hazırda bax belə bir videoda bizə göndəriblər. Elə alışmadan danışdıq. BMW yandı deyə. Əsasən orada niyə yandı? Özü də BMW yandı ha. Bax Bəli, sən deyirsən ki, orada- BMW məsələn yanmağı məsələsi yoxdur. Orada yanmanın səbəbi nədir? Belə deyək də. İstənilən maşın yanır yəni. O Yox, orada yanmanın səbəbi nədir? Bax Bəli. sizə deyim. Orada belə deyək ki, 3-4 problem var. Motorxanada belə farsonkanı dəyişəndə çox vaxt onun turbaları var. Yüksək təzyiqli motorlarda da. Orada benzinin təzyiqi harca 5000-dən 50.000-ə qədər təzyiqdə işlədiyinə görə orada turbalar dəmir-dəmirə sıxılır da. Bəli. Ustalar çox usta səhvi olur. Onu dəyişəndə yaxşı sıxmırlar. O təzyiq nəticəsində düşür kuşdun üstünə benzin başlayır yanmağa. Sonra krışkanın prokladkaları olur o maşınlarda. Quruyur, uzun müddət quruyur. Onu dəyişməyəndə o yağ düşür üstünə başlayır yanmağa. Bax bu səbəblərdən olur. Amma normalda yanmır da. Yəni insan müdaxiləsi olmasa o normalda yanmaz maşınlar. Və tez baza Mənim təcrübəmdə belə. tez baza da üzərinə düşsəniz, bax o yanğın söndürmə məsələlərində, Hə, yanğın tez söndürmə düşmə. balonu yanınızda olsa, Olmalıdır Mən də mütləq. sizə belə bir məlumat verim. Baxın, Nanofire yanğın söndürmə balonlarından rahat istifadə edə bilərsə də avtomobilinizdə olsun ki, belə hadisə ilə qarşılaşdığınız zaman tez bir zamanda onun öhdəsindən gələ bilərsiniz ki, 1.5-2 saniyə effektiv nəticə verir, təbiətə və insan səhhətinə də zərər deyil. Yəni tez bir zamanda söndürür. Onu da mən sizə bildirim. Bizim sürücülərin ən zəif yeridir də bu yanğın söndürmə Bəli. balonları. Mənə elə gəlir ki, bunun təbliğatını biraz da artırmaq lazımdır. Harda satılır, Bəli. daha əl çatan eləmək lazımdır, çatdırılması olmalıdır. Məsəl üçün, çünki biz iş yerimizdə oturmuşuq, reklam çıxdı qabağımıza və yaxud satış məntəqəsi çıxdı. Heç kim bunu gedib almır. Yəni biz, yəni açıq danışaq da, mən durum gedim sabah bazar gündür, gedim yanğın söndürən alım maşına qoyum. Sabah başqa iş çıxacaq, yaddan çıxıb qalacaq. Amma müəyyən qədər əl çatan olsa, onlayn çatdırması olsa filan olsa daha yaxşı olar. Çünki hər maşına lazımdır. İndi Sosda qeyd elədi, bizim də servisdə bir neçə dəfə olub başımıza gəlib. Məsələn, müştəri özü gedib iş gördüyümüz yerdə açarı açıb alışdırıb maşını, öz səhvi olub, düzdür, açıb. Yəni heç kim ona deməyib də, gəlib oturub maşını açarı açıb. Bəli. Belə şeylərdə köməyimizə çatıb tez söndürmüşük. Bəli. Məsəl üçün keçən dəfə benzin yerə dağıldı, öz-özünə yandı, onu tez söndürdü. Çox köməyimizə çatır. Hər avtomobildə olsa, yolda kömək eləmək üçün də üstünlükdür. Digər sürücülərə də. Çünki həmən an adam panikaya düşür, həyəcanlı olur. Heç öz avtomobili və yaxınlaşa bilmirsən. Digər avtomobillər kömək olar. Ona görə bunu daha əl çatan eləmək olsa daha uyğun olar. Avtotamir yağ dəyişmə mərkəzlərində satışı reallaşdırılır. Onu mən bildirim sizə. Yəni ünvanları onlayn çatdırılsa Bir də gözəl mən olur. necə olub qurtarmışam maşın, yanğın söndürən vasitəsilə sağ olsunlar, iş yoldaşlarım kömək eləyir. Birində özüm eləmişəm. Olmasaydı bu yanğın söndürən maşın alışıb yanmışdı. Ziyana düşmüşdüm. Servisdə mütləq olmalı. Mən 20 dənə saxlayıram servisin içində ondan. Hər boxsa 2 dənəsini qoymuşam qardaş, köməkdir. Əlbəttə ki, olmalıdır. Yəni Nanofire yanğın söndürmə balonlarına söhbət edir. Bəli. Biz son vaxtda üstünə düşüblər dövlət tərəfindən. Hamı da tələb edirlər və gəlib yoxlayırlar. Bütün servisləridir. O yoxlayırlar ki, mütləq olmalıdır. Hamısında bir-biri yoxlayırlar. Əslində bunu yoxlamalı deyirlər. Bu bizim özümüz üçün. Məsuliyyətli Bəli, olmalı. məsuliyyətimiz. Bizim özümüz üçün lazımdır bu. Yəni bunu bizə məcbur eləməli deyil. Biz birinci o 150 mini, 100 mini, 10 mini özümüzü düşünməliyik ki, kiminsə malına, mülkünə də zərər dəyməsin, özümüzə də zərər dəyməsin. Özümüzə də. Salam bir izləyici bizi sağ olsun. Yazır ki, Kia Rio 1.6 GDI mühərrik 2013 necə maşını deyə bax belə bir sual olur. Yəni 2 Rio'dur, aksentdir. Bunlarda problem yaşanmır. Biri də elə məndə var o avtomobilin. Demək olar ki, maşında problem yaşamıram. Yağın, benzinin, suyun arada bir svetsasına baxdır, benzin filtrini dəyişdir. Normal, stabil, periodik olan qulluqlarını görəcəksən, başqa heç bir belə problemi yaşamır. Yanacaq, bax, ekonom olmağı tərəfindən Rio hər zaman deyirlər ki, ekonom avtomobildə, düzdürmü? Sualım belədir ki, BMW-də ekonom avtomobil var, yanacaq sərfiyyatına görə ekonom olan. Ümumiyyətlə, 3-cü seriyalar və X1 seriyaları ekonom gedir. Bax, belə deyək, məsələn, G30-lar, G20-lər, 2018, 2019, artısa hibriddə olar, 3,5 benzin işlədir.
BMW üçün çox yaxşı göstərir. Hə, əla göstərir. Yeniləri də? Hə, yenilərindən G20-dən söhbət gedir, 2018, hibridindən söhbət gedir. Bəli. 3,5 işlədir, 3. Sonra X1-lər ekonom işlədir. Məsələn, siniflərə bölünür də. Məsələn, BMW-də birinci seriya var, birinci seriyadır, üçüncü seriyadır, dördüncü seriyadır, 5, 6. Bunlar getdikdə kuzalarda böyüyür. Amma sonra var isə X seriyaları var. X seriyalarda da başlayır, X1-dir, X3-dür. Bax belə o da şey. Onlarda da benzin sərfiyyatında da fərq verir. İzləyicimiz bayaq sual vermişdi BMW-nin hibridi ilə bağlı. Bəli. Yəni BMW-nin hibridi ilə bağlı ümumi məlumat almaq istəyirdik. Almağa dəyərmi hibridini BMW-nin? Dəyər. Yəni ümumiyyətlə BMW-nin hibridinə baxmısan da yəqin. Hə, baxmışam. Dəyər, hibrid almağa dəyər, amma ümumiyyətcə hibrid olsun, ya benzin olsun, ya elektrikli olsun. BMW-ni alanda çalışın, ili yuxarı təzələrini alanda çalışın bir 80 min, 100 min getmiş maksimum, 120 min getmiş maşın alasınız. Yəni yürüyüşü yuxarı olan avtomobil almayasınız. Lap 200 min almayasınız. Alsanız 200 min getmiş BMW-ləri, problemlər çox yaşayacaqsınız. Yəni hibridində də, adisində də, benzinində də turbosu var onun. Farsonkaları var və digər bir çox elektronikasında əziyyət çəkəcəksiniz. Yalnız NanoFire Borex balonları istənilən növ yanğını 2 saniyə ərzində söndürür və 3 il dəyişdirilmədən tam zəmanət verir. Yalnız NanoFire Borex balonları 900 Selsi temperaturunda istənilən növ maddəni və əşyanı 30 Selsi dərəcəyə qədər soyudur və təkrar yanmasının qarşısını alır. NanoFire Technologies. Seçiminizi edin ki, biz yanınızda olaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Dəyərli izləyicilər, hal-hazırda Avtotəmir Az live verilişini izləyirsiniz. Texaco Havaline yağlarının baş sponsorluğu efirimiz yayımlanır və 10 dəqiqəyə də biz efirimizdə yekunlaşdıracağıq ki, buradan mən bir daha sizə məlumat vermək istəyirəm. Redol'un adı çəkdin, elə eşitdim. Hədiyyəsi nə olur deyirəm ki, mutlu. Redol'dan hədiyyəni mən burada efirimizdə də onu bildirdim. Bir video paylaşım edəcəyik. TikTokda izləyənlər üçün də mən məlumat verim, hətta bizi canlı yayından izləyənlər üçün də məlumat verim. Qarabağ Eintracht Frankfurt Qarabağ Eintracht Frankfurt qarşılaşmasına səs yaxşı gəlmir. Qarabağ Eintracht Frankfurt qarşılaşmasına siz ümumiyyətlə hesablar təxminlərinizi yazıb göndərəcəksiniz. Orada biz hesab təxminlərinə görə qalibləri təyin edəcəyik. Mən bunu efirin əvvəlində bildirmişəm. O hissəni də kəsib paylaşacağıq. Buradan mən izləyicilərimizə məlumat verim. Bax o hissə üzərindən video paylaşacağıq ki, orada şərh bölməsinə hesabları yazıb göndərəcəksiniz. Sizə də hədiyyə təqdim edəcəyik. Yanvarın 21-i Qarabağ Eintracht Frankfurt qarşılaşmasında sizdən hesablar soruşacağıq ki, onu mən bildirim sizə. Təbii ki, oyundan əvvəl bunu paylaşacağıq. Hesab təxminlərini bizə yazıb göndərəcəksiniz. Ki, orada 20 manatlı qalibimizi tapacağıq. Redol İrancaq doldurma məntəqəsi 2 filiallı xidmətinizdədir. Xırdalan dairəsinin yaxınlığı və Zabrat yolunun üzərində yerləşir ki, bax orada da yaxınlaşıb avtomizə yanacaq, vura bilərsiniz rahat şəkildə. Anar bəy yazır, salamlayır bizi, sağ olsun. Çeşka Mercedes-də 2000-ci ildir, 2-3 kompressordur, sürətlər qutusunda gecikmə var, o yağdan ola bilərmi deyə bax belə bir sualı var. Orada beyin yuyulur çox vaxtı, bir dənə beynini yuduzdursun, düzələcək. Sürətlər qutusunu yuduzdurmaq məsələsi. İndi burada mən onu da bildirim. Sürətlər qutusundan bağlı. Elektron deyilsə də, yəni elektronsa.
Sürətlər qutusuna bağlı ustamız yoxdur, amma sürətlər qutusuna bağlı ustamızı biz efirə dəvət edəcəyik. Yəni burada olacaq, onunla bağlı sizə ətraflı məlumatlar verəcəyik. Yarışmamız gedir. Mən sizə məlumat vermək istəyirəm. Hal-hazırda bizi izləyənlər. Baxın, avtomobil çirklidirsə, nə qədər çirklidirsə, bu sizə hədiyyə qazandıra bilər. Avtomobilinizin bir şəklini çəkin, bizim WhatsApp nömrəmizi görürsünüz. 050 505 55 25. Daha çirkli şəkil üzərindən avtomobilin yuyulmasını sizə hədiyyə edəcəyik ki, sadəcə WhatsApp-a şəklini çəkib göndərmək kifayət eləyir. Vüsal ustamız və Murad dostumuz buradadır. Hyundai və BMW üzərinə sizin sualları cavablandırmağa çalışırıq. Yəni nə sualınız varsa, Vüsal usta BMW-dən başqa heç bir avtomobilə baxmır. Murad dostumuz da Hyundai-dən başqa və Kia-dan başqa heç bir avtomobilə baxmırlar. Detal axtarışı olsun və yaxud da avtomobil təmir üzərinə olsun, sizə kömək etməyə də hazırıq, dəyərli dinləyicilərimiz. Bu arada Çanqan 7 litr benzin işlədir. Ekonom deyil heç. Nə Çanqan? Heç ekonomdur. Bu arada Hyundai ilə Kia qardaş da. Yəni biz onlara hər zaman elə əmi oğul deyirik də. Eyni gözlə baxmaq. Bəli, biz ola ayırmırıq. Havoline 1040 litri neçəyə də 1040 yağının mən sizə belə bir məlumat verim. Baxın, yağın qiyməti ilə bağlı indi hal-hazırda yazmısınız bizə Rauf bəy 050 444 55 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 050 444 55 35 və yaxud da 050 444 55 25. Bax bu nömrələrə zəng edin, sizə cavab verəcəklər, sizə köməkliyi də göstərəcəklər. Avtotəmir yağ dəyişmə mərkəzindən söhbət gedir. Belə bir şey qeyd edeyim havaların yağı ilə bağlı. Bəli. Ümumən Azərbaycanda belə bir fikir formalaşıb da, hansı maşının kapotunu açırsan, orada hansı yağın bir kası varsa, demək ancaq onunla dəyişmək olar və başqa maşınlarında keçirlər başqa yağı. Havaline hamı əvvəldən Nissan Infiniti-nin yağı kimi bilirdi ki, Infinitilərə hamı Havaline tökürdü, Nissan-a Havaline tökürdü. Bu demək deyil, Havaline başqa markalara tökmək olmaz. Bu fikri birdən Azərbaycanda biz yığışdıra bilmirik. Məsəl üçün, bəzi markalar var, adını çəkmirəm. Hyundai deyəndə deyirlər ki, Hyundai sırf o yağ daxil. Hyundai yağıdır. Hyundai yağıdır. Deyirsən, niyə deyir, məsəl üçün, servis onu tökür. Servis onu tökürdüyü onun yağı demək deyil. Yəni bunu biz hələ də illərdir izah eləmirik. Havaline də həmçinin izah eləmək istəyirik ki, bir məlumat vermək istəyirik ki, Nissan Infiniti-nin yağı deyil. Havaline ümumən super gözəl yağdır. Digər avtomobillərdə rahatlıqla istifadə edə bilərlər. Həm Hyundai-da, Kia-da, BMW-də, Nissan-da, Infiniti-də fərq eləməz. İstənilən avtomobildə rahatlıqla istifadə edə bilərlər. BMW-nin hansı modelini almayaq ümumiyyətlə? Sənə görə o modelinə pul verməyə dəyməz. Düşünürəm ki, elə bir modeli yoxdur. Yəni sualı qurursansa yoxdur, doğrudan da yoxdur. 65 gövdə səndə hansı var, ekonomdur? özün bezmirsən ondan. 65 gövdəsindən. Yox, bezmişəm deyəndə bezməmişəm ondan. Aha. Onu prosta saxlayıram da, sən bilirsən də, mən sevirəm o maşınları, ona görə saxlayıram. Bezmək yoxdur. Ata yadigardır. Ümumiyyətcə, bax indi acı mənə yox, bir dənə sual verin ki, ümumiyyətcə, bax belə deyək. 7-ci seriyanı, bax o maşını verim sənə. 7-ci seriyadır da, 4-5 motordur. Onu bir kuruq sürgəz görəsən ki, gəmi kimidir, o qədər rahatdır. Satmayacam onu. Satmayacam. Amma saxlamaq baxımından deyənə mənə sual verir ki, sual belə qoyur ki, məsələn, saxlamaq baxımından, ekonom baxımından, sonra maliyyəsi baxımından. Mən sənə deyim ki, hansını almaq olar, hansını almaq olmaz yəni. Ona yoxdur, elə bir şey yoxdur. Hansını almaq olmaz, elə bir şey yoxdur. Hamısı bir-birindən gözəldir. Yaxşı, belə bir sual verim. Deyirlər ki, BMW xərcli avtomobildir. BMW sürürsənsə, yanlış fikirdir. Usta ilə dost olmalısan, ustaları bir tanıyırsan. Yanlış fikirdir, kökündən yanlış fikirdir. Yaxşı maaşın olmalıdır. Əlbəttə ki, təkcə BMW yox, digər maşınları da sürürsənsə, su ilə münasibətlərin yaxşı olmalıdır. Bu normal bir şeylərdir də. Sonra yox, xərc baxımından. Adam var ki, Hyundai sürür, adam var ki, BMW sürür. BMW-yə daha çox pul xərcləyir, düzdürmü? Bəli. Reallı razısan da bundan? Yox, elə deməzdim. Kilometrajlarını götürsəm, elə deməz. Bir günləri müqayisə eləyək. Hyundai gedib 60 min, BMW gedib 200 min. Onun müqayisə düz gəlmir axı bir gün. BMW kasıb mal deyil də, onu demək istəyirəm. Ora gəlmək istəyirəm. BMW əslində kasıb mal deyil. Kasıb mal. BMW özünün varlığı göstərmək istəyir. Yox, kasıb malıdır, amma əsas onu bilsə nədir? 100 min getmişin alsınız, əslində elə o kasıb malıdır. Sizi yəni dağa daş salmaz da, problem çox yox. Amma gedib onu 200-300 minin, 300 min, 400 minin alırsan, başlayacaq xarab olmağına da. Plus kimdən alırsan? Yəni xərc qoymayıbsa, başlayacaq. Problemlər başlayacaq yəni onda. Hyundai da sürən bir sənə sürür, yenə dedim ki, ayağımı yerdən götürür. O məqsəd. Sırf buna görə. Sırf buna görə. Əsas o da ayağını yerə qoymur da. Hyundai sürənlərin hamısı deyərdim BMW arsında olanlardır.
Vallahi inanmıram. Mən şəxsən Hyundai sürəndə heç vaxt BMW arasında Ya olmamışam. heç o BMW sürmək istəməmisən. Allaha and olsun bax, heç vaxt istəməmişəm BMW sürüm. Heç vaxt. Heç vaxt marağım olmadı. BMW belə götürəndə pis Bax, adam. BMW Bax sürmüsən. şəhərdə məsəl üçün BMW bayaq sürmüsən. deyirəm, kasba sürmüşəm mən. Amma heç vaxt arzusunda olmamışam. Bu gün şəhərdə olan F10-ların 50%-nin üstündə P nömrədir, O pek leasingdir, danışırdı. leasingdir. Fikirlərini Hamı dəyişdi. bir-birinə ötürə gedir. Hamı özünü yaxşı bahalı göstərmək üçün BMW-ni alıbdı. Leasingdən alıb. 6000, 5000 iki ödəniş verir, gedib də F10 alır. Sonra baxır ki, mən buna 95 benzin çatdıra bilmirəm, nəinki usta xərcini. Gedir ona satır, təzədən 5000 verir, arada verdiyi aylıqları itir. Belə-belə o F10-lar ortada şəhərdə fırlanırlar. İnsan Hamısı fikri üstə necə dəyişə P bilər? nömrə ilə o maşınlar hələ də o maşınlar stabil qeydiyyat şəhadətnaməsi ala bilmirlər. Onlar ancaq leasinglərdə fırlanır. bir saatın içində- F10-ların 90%-nə baxın, hamısı P nömrə ilə. Bir saatın içində insan necə fikrini dəyişə bilər? Harda dəyişdi? Mən hansı fikir Yaxlar deyir ki, BMW belə, BMW sürürsən, BMW olmaz, super belə. Mən də deyim. Zövq alır. Mən Bir saatın fikrini dəyişdi. 28 adam var, mən o söz deməmişəm. BMW-dən mən zövq almıram. Mən almıram qardaş. Belə şey Məcbur eşitmişdim. deyil ki. Hyundai-dan zövq ala Amma bilsən, açığı yox. mən ilk dəfə də belə bir şey eşidirəm ki, Görürsüz. kimsə desin ki, Mən BMW-dən almıram da əzizim, almıram. Mənim üçün mən Porsche-dən zövq alıram, BMW-dən almıram. Porsche-yə gücüm çatmır deyə Hyundai da sürürəm. Gücüm çatanda Porsche-ni alıb ondan zövq Yəni, alacam. Sənə görə Amma BMW pulum dən zövq olsa- alır. Məlum olur ki, Pulum olsa danışığından BMW almayacam. şəxsi qərəzlik var da burada. Yox, yox. Danışığından hiss Həmişə olunur ki, demişəm, misal olsa. kiməsə qarşı. Mən bax 4-5 Mənim ildir sözümü Elnurla bir efirə çıxıram. Həmişə nə demişəm, mənim pulum olsa da BMW almayacam. Hyundai alırsan. Yox, digər hafta Range Rover alaram, Porsche alaram, amma BMW almaram. Bu Yəni- hardan gəlir? Niyə də məhz belədir? Sevmirəm Məsələn, markanı, sevmirsən. modeli sevmirəm. Yapışmır o maşın mənə. Yəni bu verişdən sonra, Vüsaldan sonra Aha. Yapışmır. və Sənəti Maşın dəyişirsən. yox, sevmir, yox. Yox, mən Bu ümumən saatdan sevmirəm. sonra BMW-yə qarşı sevgi itdi. Məndə ağır onu şeylədim axı, ağır ittihamlar elədim. Bir dəfə dedim ki, sən Hyundai müdafiə edə bilmirsən. Ay, O sözün üstündən Yox, bunlar Hyundai deməli, müdafiə tabii eləmək, sözü. Hyundai gəlib dünyanın yarısından çoxsunu tutub nəyinə müdafiə eləyir onun? Göz Yəni qaban. o sözdən sonra Amerikada bu da normal var, sözlərdir. Mən Avropada bunu- da var, mən də Asiyada pis hər deyim. yerdə var. Niyə? Adam- Sənə bir sual Adamın verim. Allahı var, mən də pis dedim. Sənə bir sual verim. Ən azından Tam hörmətlə səmimi yanaşmalıyam. cavab ver də, tam səmimi. Tam- Fikrə getdi deyirəm, Tam tam səmimi fikirləş. necə cavab verim? Baxırdan hansı bir şey. Sən sırf BMW-yə baxdığına görə peşmansan yoxsa yox? Sırf BMW-yə baxdığına görə. Peşman necə ola bilərəm? Bugünkü gündə Məsələn, deyib o maşınla fikirləşirsən ki- evimə çörək aparıram, pul Yox, aparıram. kaş BMW Çörək yox. verən Allah da, Məsələn, amma- Hyundai-ya baxardım, Mercedes-ə baxardım, sırf BMW-yə baxdığına Yox. görə. Bax bir BMW-dən bax usta bir dənə bir çox söz deyim sizə. qazanır. Yəni ki bu sözü. Hə. Sən bilmirəm həmişə ustalarla çox ünsiyyətli olursan da, Aha. hansısa bir usta görmüsən həmişə deyib ki, mən Opel-ə baxmıram ki. Yəni Deyib, Opel-ə deyib. baxan, Var, deyən var. Hyundai-ya baxan ustalar var ki. Məsələn, universal maşınlara baxan həmişə gəlir. bilər, Mən Hyundai-ya baxmıram. Eşitmisən onu? Mən məsəl üçün Opel-ə baxmıram. Var, belə usta var. Bəli. Hə. Görmüsən ki, deyən ki, mən BMW-yə baxmıram. BMW-yə baxmıram. Düz deyir. Yəni bu BMW-yə fəxr eləyirlər ustalar. Yəni elə bir doğrudan. adam yoxdur doğrudan. Yox, desin. Çünki niyə? Elektronikası Yox, çətindir. əziz qardaşım, ciddi BMW-də maşındır. qəşəng pul var axı. Niyə gəlib başqa maşına baxasınız ki? BMW gəlir, bir şeyini düzəldirsiniz, bilirsiniz ki, bu adam məcburdur. Hə. Verəcək 30 manatın, 50 manatın düzəldəcək. Amma bizdə gəlir biz yoluna Bilirsən, havayı düzəldirlər. 5 Hyundai manat, 10 manat. havayı Yox, bizdə 5-10 manatdır da. Neyniyək qardaşım? Maşının dəyərinə görə 30 minlik maşına Özdə mən ondan qiymət 150 verirlər. manat Bax, sən işıq özdə dəyişən qiymət mənə verirlər. baxın. 5 manat işir. Yox, 30 minlik Bax, özün maşına deyirsən mən ki, 150 manatlıq işıq dəyişən mənə baxın. Yəni qiymətimiz 5 manat. Qiymətimiz o deyil, bu bazar dəyəridir. Mən bazar dəyərini qaldıra bilmərəm. Başa düşdüm İnsafsızlıqda də. Mən də onu izah eləmək istəyirəm. Amma ki, sizdə elədir ki, BMW ustaları Verilən fikirləşir dəyər ki, 10 dənə ustayıq, mən eləməsəm də bu eləyəcək, o da onu eləyəcək, mən də Hə. onu eləyəcəm. Hamı onu eləyir. Çörəkli yerdir. Dəqiqə başı xarab olur, gəlir. Dəyişəcəksiniz də olmaz. Ona görə bayaq deyirdim də kasbın malı, varlının malı. Kasıb BMW kasbın malı deyil. BMW-dəki Yəni, varlı mən olanda deməm BMW odur ki, sürür, sonra kasıblı Ustalar gedib şırındaya. həmişə BMW ilə öyünüblər. Range Rover-ə baxmaqla öyünüblər. İndi onları da alacaq. Amma Opel-lə Hyundai ilə öyünməyiblər. Həmişə deyiblər mən baxmıram ha belə. Özü baxanlar. Kim baxmır? Hyundai ustaları hamısı fəxrlə Elə ki bir ləkə edirlər. kimi də ona baxmağa, elə deyirsən, yox sənətə. Biraz özlərinə sığışdırmırlar da bir sənətə. Biraz doğrudan da mən usta kimi belə deyək də. Ustalar var ki, Hyundai-ya baxanlara, məsəl üçün deyək ki, Opel baxanlara. Elə bu dəqiqə gəlib ustanın biri Hə. məsələn Range Rover baxandı, Aha. Porsche-yə baxandı, bir də gəlib məsələn Hyundai-ya, Opel-ə baxandı. Hə. İstər-istəməz Seçilir də orada. seçilir də. Məsələn özümdən asılı deyil də. Ona daha biraz belə deyək də. İndi elə demək istəyirəm ki, kobud çıxmasın da. Hə, başa Ona düşürəm. daha savadlı baxıram.
Porsche-yə baxır bu adam. Hə bu adam onu bilir də. Yəni bunu bildiyi savad daha çox. Bu Maşınlar adam Porsche-nin mühərrikini yığır, bu adam Hyundai mühərrikini yığır. Arada bir fərq var. sistem Başa nəticədə düşdüm. eynidir. Hyundai Mühərrik yığanlar da iki. bilsən nə deyir həmişə. Hyundai gəlib tutursan üstündə, Hyundai yığdığı tutursan belə. Mən Hyundai yığmıram. Elə Elə bir dənə usta var. Misal üstə elə bir usta var. Yığıram. BMW motoru Var elə bir usta. Var elə bir usta. Yəni özləri xəcalət düzdür, çəkir görmüsən özlərinin ya. gördüyü işlərdə. Yolda deyir ki, Deyir düz deyir. Harda görmüsən yox, ki? var, belə deyir. Hyundai Deyir deyir, düz deyir, elə ustalar yanında olur. Deyim. Bax deyir ki, adam doğrudan da var, Hyundai-ya baxmır, amma Hyundai mərkəzini tutanda belə idi. Dostum maşınında keçə bilmədim onu. Keçə bilmədim. Yox, o Keçə bilsən o kimdir? O BMW ustasıdır məsəl üçün. Hyundai Qardaş, gəlir, səmimi görürsüz, olun məsəl da, üçün yəni- çörək gəlib. Əlindən çıxarda bilmir. Qardaş, o deyirlər. səmimi olun da. Amma Bu Hyundai- çörəyiz bundan çıxır. Mən servisimin üstünə 6 metr Hyundai sözü yazdırmışam. Mən Mən fəxr eləyirəm. Niyə Şəxsən çörəyim mən- oradan çıxır? Şəxsən mən Hyundai-ya baxsaydım həmin vaxtda. Deyirdim ki, Hyundai motorunu yığıram, normaldır. Mən deyirəm, boynuma alıram da. Mən Jiguli-dən başlamışam. Hyundai gəlib BMW-də heç kim yığdırmaz axı. Siz öyrəşmisiniz Yəni 96-nın. mən boynuma 39 alıram. qozası Çoxsu boynam yığmağa. çörək qazanırsan, Hyundai-dan da, Lada'dan Opel-dən də başlamısan, hə, olmaz var, axı var. bunu. Yəni düzgün şeydir, olmaz boynuma al. Mən məsəl üçün yəni onlara demək burada yəni müraciət edirəm deməyim odur ki, belə şeylər etməyin. Hyundai ustası olmasınlar, yığışdırsın. Ümumiyyətlə Yox, yığışdırın Hyundai. olun, Hyundai ustası olun. Olmuyor, gedin. Yox, Ve Hyundai hamı ustası BMW olun, ustası boş olsun, sən də çörəyin əlindən çıxır. Yavaş-yavaş biz canlımızı, efirimizi yekunlaşdıraq. Dəyərli dostlar, sualımız var. Düzdürmü? Sualımız var. Gəlin suala baxaq. Bu bayaq mən bu sualı oxudum. Əslində izləyicimiz yazmışdı bizə. Biz sizə nömrə göndərəcəyik bununla bağlı. Maşını xorluyur, zaslonka öz-özünə açılır, bağlanır. Problemi də həll edə bilmirlər. Maşını işə salır. Mercedes idi səhv etmirəmsə. Hə, maşinist. Biz Mercedes-ə baxmırıq. Mercedes-ə baxmaq ayıbdır bir usta. Doğrudan Mercedes-ə baxmaq ayıbdır yoxsa? Yox, Mercedes-ə baxmaq ayıb deyil. Onda bir Yəni- dənə bu düzəldəydi. Belə deyək də, gedər də o belə deyək də. O problem deyil. Mercedes-ə baxan da. Mən də bir salsa düzəlsin. Nə? O da baxmır. Gəlsiniz yəni yanına. Qardaş, mənim səviyyəm var, mən BMW-yə baxıram. Ha gördün? baxmaq- Mercedes Yox, Mercedes-ə baxsam, yox, demirəm səviyyəsizdir. Yox. Mən Mercedes-ə dərhal baxsam, məni qınayarlar. Yəni mən biraz reytinqimdə düşər aşağı. Ona görə saxlayıram öz reytinqimi. Sizi sırf Mercedes ustasının yanına göndərəcək. Mercedes ustası var ki, ona baxır. O da özünə ayıb bilmir onu. Mercedes maşınlarının şahıdır deyə yazır göndərir bizə izləyicimiz. Bir Mercedes də onu demək Tanrı sizi istəmirəm. qorusun. Hə. Ustalar arasında nə var? Məsələn, deyək kim olmusan? Hyundai-ya baxan olmusan. Da məsələn belə sözlər var. Opel-ə baxan olmusan. Ustalar arasında. Siz hansı ustalarla bir yerdə oturub durursunuz? Yəni onun Oğlum mən adını çək- çox usta qurğunda olmuşum. Belə söhbətlər eşitmirəm. Sən harda eləyirsən o söhbətləri? Mənlərin içində eləyirsən, harda eləyirsən? Ya sizin servis içində olur söhbət. Doğrudan da bəzi şeylər zarafatdır, zarafat edirik deyib ki, gülürük hamı burada. desin, Təbii ki, gülsün. təbii ki, təbii ki. Vüsal Əhvalı avtomobil yaxşı çox olsun. pozitiv insan. Hyundai da gözəl avtomobildir. Opel Bəli. də, Mercedes də. Kimin Hyundai-da- nəyə gücü çatırsa, sağ salamat Bir hafta çıxsın. dedim, Amin. bu arada da bir daha təkrar edirəm. Hyundai xanımlara gözəl yaraşır, Aha. xanımlarımıza gözəl yaraşır. Bəli. Bəylərimiz BMW sürsün, hə? Bəli, əlbəttə ki. Başqa Bu söz. xanıma baxmaq üçün pul lazımdır. BMW sönüsə pul qalacaq, şu xanıma baxsın. Dəyərli dostlar, biz canlı yayımımızı yekunlaşdırırıq. Həftə içi biz burada oluruq ümumiyyətlə canlı yayımlarımızda və sizə köməkli göstərməyə çalışırıq. Həm maarifləndirmə işi görürük, həm ola bilər ki, təmirlə bağlı avtomobil təmir üzərindən əziyyət çəkirsiniz, həm detal axtarışında sizə yardım etməyə çalışırıq. Yağ dəyişmə olsun, yağ dəyişmə məsələlərində Avtotəmir.az yağ dəyişmə mərkəzləri sizin xidmətinizdədir. Havollay markasından rahat şəkildə istifadə edə bilərsiniz. Bir avtomobilə nə lazımdır ümumiyyətlə? Onun yağın zamanında dəyişmək, yanacağını vaxtında vurmaq ki, onsuz da vurmasanız getməyəcək. Redol yanacaq doldurma məntəqəsinə yaxınlaşıb elə avtomobilə rahat yanacaq vura bilərsiniz. Bu gün əyləc sistemi üzərində ümumiyyətlə çox danışdıq. Əyləc məsələlərini çox danışdıq. Hyundai ilə BMW-nin müqayisəsi getdi və qonaqlarımız da qeyd elədilər ki, o tormozlanma zamanı Hyundai yaxşı dayanmır, BMW əyləc sistemi daha yaxşıdır, amma hər bir avtomobilin təbii ki, əyləc sistemi sağlam şəkildə olmalıdır. Eyni zamanda əyləc bəndlərindən də rahat şəkildə vaxtında dəyişməklə, təbii ki, orada səs gəlirsə, ustaya getməklə əyləc bəndində dəyişməyi sizə tövsiyə edirik ki, sonra o əyləcləmə zamanı siz problem yaşamayasınız. Biz də burada sizə hansı bir markanı təqdim edə bilərik? Klass əyləc bəndlərindən söhbət gedir ki, bax bu markadan rahat istifadə edə bilərsiniz. Yerli brendimizdir. Yerli brendimizə də üstünlük vermək lazımdır. Yapon, Koreya avtomobilləri üçün əyləc bəndi, avtomobil ümumiyyətlə əyləc bəndi Azərbaycanda istehsal olunur. Buranı montaj eləyərsiniz zəhmət olmasa. Yerli brendimizdir, klass əyləc bəndi Yapon, Koreya avtomobillərinə istehsal olunur Azərbaycanda və yerli brendə də təbii ki, hər birimiz üstünlük verməliyik və zəmanətli bir məhsuldur klass əyləc bəndi. Dəyərli
dostlarımız. Və biz də yavaş-yavaş canlı yayımımızı yekunlaşdırırıq və eyni zamanda onu da mən qeyd edeyim. Nə? Qaçırdım. Hə, onu bilirəm, ona gələcəkdim. Və eyni zamanda onu qeyd edim ki, dəyərli dostlar, burada Vüsal ustamız elektrikimizdə iştirak etdi. Murad dostumuz da hətta bu yanğın məsələlərinə bağlı, yanğın təhlükəsizliyinin qarşısını almaq üçün bəzi məqamlara toxunduq, vurğuladıq. Hadisə hər zaman deyirik, bir dəfə baş verir. O hadisədən də zamanında çıxmaq lazımdır. Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Mən bilirəm ki, Vüsal ustanın da sexində, hətta avtomobildə də var. Murad dostumuzun da servislərində və hətta avtomobildə var. Mən bunu görmüşəm. Yanğın söndürmə balonundan söhbət gedir. Yanğın söndürmə balonu olsun yanınızda. Bizim sizə təklif edəcəyimiz təbii ki, məhsul var. Söhbət gedir NanoFire yanğın söndürmə balonundan. Baxın, bu bor tərkiblidir. Yeni bir məhsuldur. Nano texnologiyasından hazırlanan bir məhsuldur. Bor tərkibli NanoFire yanğın söndürmə balonları ki, bax bu balonu alıb avtomobilinizə saxlayın. Allah eləməsin. Hər hansı bir hadisə baş verə bilər və yaxud da yolda getdiyiniz zaman yolda kimisə avtomobilə baş verə bilər. O zaman bax siz bu balonla rahat şəkildə həmin yanğında tez müdaxilə etməklə söndürə biləcəksiniz ki, informasiyanız olsun. Avtotəmir yağ dəyişmə mərkəzlərində satışı da reallaşdırılır. Dəyərli sürücülərimiz. Və biz də artıq canlını yavaş-yavaş yekunlaşdıraq. Verilişimizi yekunlaşdırırıq. Ümumiyyətlə, həftə içi biz canlı yayımlar edirik, paylaşımlar edirik. Sadəcə olaraq canlı yayımları da qaçırmayın. Təbii ki, sizə də ümumiyyətlə istiqamət verməyə çalışırıq. Eyni zamanda yarışmalarımız da olur, dəyərli dostlar. Bilirəm ki, yarışmaları da, sırf yarışmalara görə də bizim canlı yayımları da izləyənlər var. Bizdən isə bugünlük bu qədər. Minnətlərimizi bildiririk sizə. Murad, çox sağ ol. Sağ olun. Bir daha xeyirli uğurlu olsun yeni layihəmiz, yeni verilişimiz. İnşallah tez-tez görüşərik, maraqlı efirlərimiz keçər, maarifləndirərik. Vüsal'la gələcəksən? Ürəyin kimlə istəyir, onunla gələcəm. Sən kimlə dəvət edirsən, mən də onunla gələcəm. Biz qonaq burada. Problem yoxdur, BMW ilə gəlmək problem yoxdur. BMW, Land Rover kimlə istəyirsən çağır. Yenə qonağıq da, biz dəvət edəcəyik, biz də gələcəyik. İndi gör Vüsal'la. Bizə xoşdur sizlə bir yerdə burada iştirak eləmək. Vüsal olsa çox sağ olun. Xeyirli uğurlu olsun yeni layihəniz. İzləyicilərə də, dinləyicilərə də təşəkkürümü bildirirəm. Çox sağ ol deyirəm. Düşünürəm ki, bu gün nəsə bir xeyrimiz dəydi. Elə düşünürəm, amma sonra biləcəm də. Paylaşılanda orada biləcəm ki, nədir. Nə qədər mənfi rəy yazan var, nə qədər müsbət rəy yazan var. BMW-yə rəqib olaraq hansı avtomobili görürsən, onun orada nümayəndə sənin üçün çağıraq. Rəqib görmürəm. Və bugünlük də bizdən bu qədər. Canlı yayımı yekunlaşdırırıq, dəyərli dostlar. Görüşmək ümidi ilə deyirəm. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? NanoFire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız NanoFire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.